Özünüzü təqdim eləyin. Mən Bağradan Quşçukən sakini Osmanov Rafiq Əlşiroğlu. Hal-hazırda biz Yasamal rayon məhkəməsinin qarşısındayıq. Məhkəmənin qarşısındayıq. Sizin məhkəməyə müraciət eləməyə vadar edən nədir? Mənim məhkəməm vadar edən odur ki, məni oktyabr ayının 12 kənarlaşdırılır işdən. Mənə demirlər, heç demirlər ki, sən azadsan işdən. Elə işləyirəm, biz işləyirəm. Bir vaxt fəhlələr deyir ki, sən işləmirsən ki, sən çıxardırlar. Sonra məhkəmə verirəm, məhkəmə də dostluq hüquqşünası deyir ki, ayda bir dəfə müqavilə bağlanır. Tək bir dəfə müqavilə bağlanır məndən. 18 müqavilə il yarımda məhəsil bir dənə müqavilə gətirir. Təqdim etmir. Deməli, siz nə işləyirsiniz? Vəzifəniz nə idi? Mən fəhlə işləyirdim. Mən Şamaxı rayonunda fəhlə işləyirdim. Adi fəhlə işləyirdim. 13 dənə fəhlənin nəzarətçisiydim. 13 dənə fəhlənin bir yeri təmizlik işi baxırdım. Hansı müddətdən orada işləyirsiniz? 2019-cu ildə. 2019-cu ildə bir dəfə sizinlə müqavilə bağlanıb. Düzdür, 2019-cu ildə. Ondan sonra müqavilə dəyişilib ya yox? Yox, dəyişilmir. Bir dəfə müqavilə olub, Sigma-ilə müqavilə keçirdib, ondan sonra müqavilə olub. 2019-cu ildə. 2019-da sonra da olmuyor. Deməli, Dost xidmətinin, yəni məşğulluq, Dövlət Məşğulluq Agentliyinin nümayəndəsi məhkəmədə dedi ki, güya sizinlə hər ay yeni müqavilə bağlanıb və bu səbəbdən də bir ay tamam olandan sonra sizə heç bir müavinat ödəmədən, bildiriş eləmədən işdən çıxardıblar. İndi mənə bir dənə deyin, sizə həmin o Sima proqramı və yaxud hansısa bir dövlət elektron portalına daxil olmaqsa, hansısa bir kurs, hansısa bir dərs keçən olub? Yox, heç nə olmuyor. Yəni o proqramlardan anlayışınız yoxdur? Yox. Hətta Şamaxı rayonunda 200 nəfər dost iş mərkəzinin işçisi var. Heç bir nə şəkər xəstəsi deyil. Nə 44 gün müharibənin işçisi ailəsi deyil. Özüm şəkər xəstəsiyəm, ağır şəkər xəstəsiyəm. 44 gün müharibənin işçisi ailəsiyəm. Məni işdən azad edib, heç nə demədən, heç övladınız altı baş. Yox, müharibədə kim iştirak edib? Osmanov Ramal Rafiqoğlu. Oğlunuz. İştirakçıdır və veterandır yəni. Yəni ki, övladınız müharibə veteranıdır. Bəli. Deməli, bir dənə də sual. Sizin fikrinizcə, bölgələrdə dost xidmətinin bu formada, yəni ki, bir adamla bir neçə müqavilə, bir il ərzində bir neçə müqavilə bağlaması, bu hansı məhzəbə qulluq eləyir? Bu, o deməkdir ki, ölkə başçısını anlatmaqdır. Necə deyim sənə? Müqavilə bağlayır bir nəfərlə, 10 nəfəri əvəz edir o. 10 nəfər əvəz edir. 10 nəfər əvəz edir, bir nəfərlə müqavilə bağlayır, ölkə başçısını anlatmaq şərt. Yəni ki, demək istəyirsiniz ki, bir nəfərlə 10 dənə müqavilə bağlayır və hesabatda göstərir. Hesabatda 10 nəfərin adından verilir. Yeni iş yeri açsın. Güya yeni iş yeri açsın. Güya yeni iş yeri açsın. Deməli, təxminən sizinlə bir xidmətdə işləyən, yəni dost xidmətinə aid olan şöbədə neçə nəfər şəxs işləyir təxminən? 240 nəfər. 240 nəfər işləyir. Onların heç bir nə şəkər xəstəsi deyil, nə də iştirakçı atası deyil. Mən ağır şəkər xəstəsi, iştirakçı atası məni azad edib, o digərlər qalıb yerində. Deməli, o 240 nəfəri əgər təxmini götürsək, hər biri ilə ildə bir 10 dənə müqavilə bağlanılırsa, yəni əmək müqaviləsi 10 dəfə dəyişilirsə, bu o deməkdir ki, Şamaxı rayon üzrə hesabat verirlər ki, bir il ərzində 2400 adam işlə təmin olundu. Elə çıxır da? Elə çıxır. Qaldı ki, bir dəfə müqavilə bağlayıb 10 nəfərin yerinə, 20 nəfərin yerinə hesabat verir ki, təmin edir. Ancaq əsası müqavilə biz görmədik. Deməli belə, Yasamal rayon məhkəməsində hakiminiz kimdir? Aytəkin Əsədzadə bəy. Aytəkin Əsədzadə. Məhkəmədə nə gözləyirsiniz? Məhkəmədə nə gözləyirsin məhkəmədə? Məhkəmədə o gözləyirəm ki, mən işimə qaytarsın, şəkər xəstəsiyəm, iştirakçı atasıyam. Məhkəmədə o gözləyirəm.